Biz mövzumuzu davam edirik. Bugünkü dərsdə yaddaş qurğularına baxacaq. Bizdə ilk yaddaş qurğusu olaraq maqnit yaddaş daşıyıcıları gəlir. Bunlardan biz maqnit lenti nümunə göstərə bilərik. Kompüterdə istifadə olunmuş ilk maqnit yaddaş daşıyıcısıdır. Daha sonra yumşaq maqnit diski göstərə bilərik. FDD, yumşaq maqnit disk, floppy disk drive və yaxud da 1,44 megabaytlıq disk, ya da ki 3,5 düymlük disk, bir də ki disket adlarından. Yəni gördüyünüz kimi bir çox adı var və testlərdə bu adların hansındansa qarşılaşa bilərik. Hamısı eyni bir yaddaş qurğusunu, floppy diski göstərir. Bunun deməli, niyə 3,5 düymlük deyirlər? Bizdə qutusu, belə deyək, xarici hissəsi, qabı düzbucaqlı şəklində olsa da, daxilində 3,5 düym diametrində yumşaq disk yerləşir. Ona görə də 3,5 düymlük disk deyirlər. Bir də ki, həcmi ən çox yayılmış nümunəsində həcmi 1,44 megabayt idi. Ona görə də 1,44 megabaytlıq disklər deyirlər. Bizdə daha sonra gəlir maqnit yaddaş daşıyıcılarından sərt disk gəlir. Sərt disk də quruluşuna görə floppy disk kimi olsa da, daxilində yumşaq disk yox, metaldan olan maqnitləşmiş disk durur. Və bizdə onun oxuyucu başlığı var. Nümunədə görürük. Buradakı nümunədə də görə bilərik. Eyni şeydir. Ona görə də şəkil əsasında izah edəcəm. Deməli, bizdə hansı hissələri var? Bir, disk lövhəsidir, metal diskdir. Dediyim kimi, iki tərəfli olur. Yəni, üst tərəfi də yaddaş daşıyıcısıdır, alt tərəfi də yaddaş daşıyıcısıdır. Və oxuyan başlıq olur. Belə bir şey var ki, disklər bir neçə qatda da yerləşə bilir. Yəni, bir qurğuda bir disk yox, bir çox disk yerləşə bilir. Bu da yaddaşın həcmini artırır. Hərəsinə də uyğun olaraq oxuyucu başlıqlar da var. İndi qabaqda bizdə video var. Videoda biz bunu daha aydın görəcəyik. Deməli, bizdə ilk sərt disklər 10 megabayt həcmə malik idi. Daha sonra texnika inkişaf edildikcə sərt disklərin həcmi artır. Artıq 1 terabaytlıq, 2 terabaytlıq sərt disklər o qədər də nadir tapılan bir şey deyil. Yəni ki, tez-tez rast gəlinən qurğulardır. Deməli, sərt disklərin başqa bir işlətmə forması da, sərt disklər bizdə yerləşir kompüter sistem blokunun daxilində. Amma bəzən olur ki, çoxlu miqdarda informasiyanı daşımaq üçün biz kompüterə kənardan qoşulan xarici sərt disk qurğusundan istifadə edə bilərik. O da bir dənə case qutunun içindədir və USB portuna bağlanan hissəsi var. USB portuna qoşularaq məlumatları biz ötürə bilərik buna. Belə bir videoya baxaq, xarici sərt diskin quruluşu haqqında. Deməli, bizdə üz qapağı açılır. Açılandan sonra bayaq göstərdiyim nümunədə olduğu kimi biz sərt diskin içini görə bilərik. Və baxın, mən bayaq sizə göstərdiyim buradakı nümunədən fərqli olaraq burada bir dənə sərt disk var. Burada artıq görürsünüz 4 sərt disk var, ortasında disk hissəsi və eyni zamanda oxuyucu başlıqlardır. Və həmin sərt disk bizdə fırlanır. Digər disklər kimi oxuyucu başlıq da üstündə sağa sola hərəkət etməkdir, oxuyur. Nə qədər bu yaxın görsənsə də, əslində bizdə oxuyucu başlıq diskə toxunmur. Diskdən oxuyucu başlıq arasında mikroskopik məsafə qalır. Bir düymün 25 milyonda, 10 milyondan 25 milyon arasında hissəsinə bərabər mikroskopik bir hissə qalır. Burada düzdür, az göstərmişəm, 10 milyon, yox 1 milyon kimi göstərmişəm. Amma 10 milyon deyək də. Deməli, buna görə də, həmin bu mikroskopik məsafə qaldığına görə də sərt diskin üzərinə düşmüş hər hansı bir toz dənəsi deyək, hər hansı bir yad cisim oxumanı əngəlləyə bilər. Bunun üçün də bizdə sərt disk germetik nə idi? Hava keçirməyən. Germetik və steril, yəni heç bir toz, əlavə hissə olmayan şəraitdə saxlanılır. Yəni, bunu kimi biz sərt diskin qapağını açarıqsa, bu köhnə sərt disk, ona görə açmışam. O sərt disk çox yəqin ki, yararsız hala gələcək. Çünki havada olan toz dənələrinə gözlə görmədiyimiz qədər kiçik bir toz dənəsi belə düşsə, oxumanı əngəlləyə bilər.
Və sərt diskin işləmə sürəti var. Bu metal lövhələrin, metal disklərin fırlama sürətindən ölçülür. Bir dəqiqədə RPM-lə ölçülür, round per minute. Bir dəqiqədə olan fırlama dövrə sayından götürülə bilir. Bizdə sərt diskin üzərində sektorlar var. Sektor nədir? Bir sektor informasiyanı daşıya bilən ən kiçik fiziki hissəcikdir. Özündə informasiya saxlaya bilən ən kiçik fiziki hissəcik nə oldu? Sektor oldu. Adətən sektorlar 512 bayt olur. Yəni ki, fərqli həcm, məsələn, suallarda görərsiniz, siz fərqli suallarda fərqli həcmlər verə bilərlər. Amma adətən 512 bayt götürülür. Sektor kimi, məsələn, görürsünüz, diskin bir hissəsini götürmüşəm. Sadəcə diskin oxunmasını sürətləndirmək üçün bizdə sektorlar klasterlərdə birləşir. Adətən 8 sektor birləşir bir klasterdə. Ona görə də bir klasterin ölçüsü susmaya görə 4 kilobaytdır. Formatlamadan asılı olaraq dəyişə bilər. Dediyim ki, bunu testdə işləyəndə görərsiniz. Formatlamadan asılı olaraq dəyişə bilər. Amma adətən 4 kilobayt götürülür. Bu nədir, nəyə görədir? Bunu izah edeyim. Deməli, biz bilirik ki, informasiya bitdən, baytdan saxlanılır, düzdür? İndi siz baxın, bizdə bir informasiyanı oxumaq üçün oxuyucu başlıq nə qədər hərəkət eləməlidir? Bitdən, baytdan olsa bu, yəni oxuma vaxtını xeyli ləngidir, kompüterin iş qabiliyyətini aşağı salır. Buna görə də bizdə hissələrə bölünür. Məsələn, 4 kilobayt deyiriksə, oxuyucu başlıq 4 kilobaytı bir dəfəyə alır, 4 kilobayt informasiyanı. Və burada belə bir məlumat qeyd edilmişəm ki, bir klasterdə yalnız bir fayla aid məlumat saxlana bilər. Bu nədir? Yəni ki, bizdə məsəl üçün klaster 4 kilobaytlıqdır, düzdürmü? Klaster 4 kilobaytlıqdırsa, bizdə yaddaşda saxlanılan fayllar həmin bu klasterlərdə saxlanılır. Məsəl üçün, 5 kilobaytlıq bir faylımız var. Bunu klasterə qoysaq, neçə klaster məşğul edəcək? 2 dənə. Çünki 5 kilobaytlıq fayldır. Onu 4 kilobaytı bir klasterə yerləşdi. 1 kilobaytı artıq qalır. O da bir klasterə yerləşir. Və bununla da həmin klasterin işi bitdi. Yəni ki, həmin klasterə biz başqa heç nə qoya bilmirik. Ona görə də klaster həcmi 4 kilobayt olan diskdə həcmi 5 kilobayt olan bir fayl 8 kilobayt yer tutacaq. 2 klaster məşğul eləmiş olur. Aydındır bu? Məsəl üçün, belə bir sual ola bilər ki, bizdə 16 kilobayt həcmi olan bir diskimiz var və bir klasterin həcmi də 4 kilobaytdır. Biz həmin bu 16 kilobayt həcmi olan diskə neçə dənə 5 kilobaytlıq fayl yerləşdirə bilərik? Burada ilk hesablamada belə görsənə bilər ki, 16 kilobayt 5 kilobaytdan 3 dənəsi 15 kilobayt elədir. Deməli 15 dənə bizdə 3 dənə bizdə fayl yerləşə bilər. Düzdürmü? Yox, 2 dənə. Çünki biz dedik ki, klaster həcmi 4 kilobaytdır. Ona görə də bir faylımız, 5 kilobaytlıq bir faylımız yaddaşda 8 kilobayt yer tutacaq. Çünki 5 kilobaytı, 4 kilobaytı bir klasterə yerləşdir. Yerdə qalan 1 kilobaytı da başqa bir klasterə yerləşir və həmin klasteri məşğul edir. Artıq həmin klasteri başqa məlumat yazdıra bilmirik. Ona görə də 5 kilobaytlıq faylımız yaddaşda 8 kilobayt yer tutur. Bizim diskin həcmi də məsələn 16 kilobayt idi, düzdür? 16 kilobaytda 8 kilobaytdan 2 dənə fayl yaza bilərik. Ona görə də 2 bizdə 2 fayl yerləşir həmin diskə. Və yaxud da başqa bir sual verib, deyir ki, bizdə diskin həcmi 32 kilobaytdır, klasterin həcmi 4 kilobaytdır. Bizə bu diskə, 32 kilobaytlıq diskə neçə dənə 1 kilobaytlıq fayl yaza bilərik? Yenə də ilk baxışdan bizdə 1 kilobaytdan 32 kilobayt 32 dənə fayl yazırıqmış kimi görsənə bilər. Yox, 8 dənə. Çünki 1 kilobaytlıq faylımız yaddaşda bir klaster tutacaq. Bir klasterdə 4 kilobayt. Yəni ki, 1 kilobayt həcmə malik fayl sərt diskdə 4 kilobayt yer tutacaq. Düzdür? Bizə cəmi nə qədər idi? 32. 32-ni 4-ə bölürük. Yəni, bir faylın yaddaşda tutduğu yerə bölürük. Və bizdə nə qədər eləyir? 8. Deməli, biz 32 kilobaytlıq 4 kilobaytlıq klasterə malik olan 32 kilobaytlıq yaddaşda 8 dənə 1 kilobaytlıq fayl saxlaya bilərik. Aydındır? Testlərdə bu test düşür. Buna diqqət edin. Bu yalnız bir fayl saxlanıla bilər. Diqqət edin. Belə bir şey gələk, məntiqi disklərə gələk. Bizdə sərt diski məntiqi disklərə bölə bilərik. Bu zaman qurğu, kompüter onu
iki ayrı yaddaş qurğusu kimi götürəcəkdir. Nədir məntiqi disk? Bizdə məsələn fiziki disk budur, sərt disk, fiziki disk budur. Bizdə bunun üzərindəki yaddaşı, yəni bunun daha doğrusu yaddaşını məntiqi olaraq proqramın köməyi ilə iki yerə bölə bilərik ki, bu zaman bizdə onların hər birinə ayrı ad verir. 2 yox, daha çox yerə də bölə bilərik. 2, 3, 4, 5 neçə istəsək, lazım olan qədər yerə bölə bilərik. Məsələn, nümunədə bu mənim öz kompüterimin sərt diskidir. 920 GB həcmə malikdir. Mən onu 2 yerə bölmüşəm, 2 hissəyə bölmüşəm. 150 GB-lıq birinci hissə, bir də 780 GB-lıq ikinci hissə. Birinci hissəni mən işlədirəm, əməliyyat sistemini yükləmişəm ona, əməliyyat sistemi olaraq işlədirəm, sistem diski olaraq. İkinci hissədə öz şəxsi faillərimi yığmışam və bu nə üçün istifadə olunur? Dediyim ki, əlavə iki ayrı qurğu kimi tanıyır kompüter bunu. Mən tutaq ki, əməliyyat sistemində hər hansı bir problem yaranıbdır, virus mu düşüb, hər hansı başqa bir səbəbdən əməliyyat sistemi yararsız hala gəldi. Mən kompüterə format verəsi olsam, C diski bizdə format olacaq, C diskindəki bütün məlumatlar silinəcək, amma D diski bizdə qalacaq. D diskindəki şəxsi məlumatlar mənim üçün dəyərlidir, lazımlıdır, həmin faillərə dəyər verəcək. Aydındır? İki ayrı qurğu kimi görsətsə də, bu amma əslində bir sərt diskin hissələridir. Məntiq olaraq bölünür sadəcə. Aydındır bu? Yəni proqram vasitəsilə bir hissə sərt diskin bir hissəsi ayrılıb C diskinə, bir hissəsi də ayrılıb D diskinə. Amma fiziki olaraq eyni yerdədirlər. Başa düşdünüz bunu? Müasir dövrdə sərt disklərin əvəzinə kompüterlərdə tez-tez artıq SSD-lərə rast gəlmək olar. Solid State Drive sözlərinin baş hərfləridir. SSD-lər sərt disklərin üstünlüyü nədir? Əsas üstünlüyü odur ki, SSD-lər elektron yaddaşa malik olduğu üçün bizdə çox daha sürətlidirlər sərt disklərdən. Yəni ki, bizdə hər hansı bir məlumatı biz axtaranda, sərt diskdə axtarış verilən zaman oxuyucu başlıq bizdə disklər boyu hərəkət edir və həmin məlumatı tapır. Bu çox sürətli baş versə də, bizim üçün çox sürətli baş versə də, əslində bir qədər vaxt aparan prosesdir. Amma deməli bizdə SSD-lərdə yaddaş elektron olduğu üçün buna vaxt sərf olunmur. Və bizdə bu da yaddaşa müraciəti və ona görə də buna nəzərdə kompüter işləmə sürətini artırır. Mənfi cəhəti nədir? Sərt disklərə baxanda bahalıdırlar. Yəni eyni həcmə malik SSD həmin həcmə malik sərt diskdən, HDD-dən bir qədər bahadır. Amma çox sürətlidir. Əməliyyat sistemi məsələn SSD-yə biz yazsaq, çox sürətli müraciət olunacaq və kompüter bir neçə saniyə açılacaq. Oturub gözləməyib kompüter açılmalıdır. Sonra gəlir bizdə optik disklər. Optik disklər haqqında biz sizlə danışmışıq əvvəlki dərslərdə, tanışıq. Bunlar CD-lər, DVD-lər, Blu-raylər falan. İndi mən sizə optik disklərin növlərini deyəcəm. Daha doğrusu nətəri yazılma qabiliyyətinə, xüsusiyyətinə görə növlərini deyəcəm. Bizdə CD-nin üstündə izah edəcəm, amma CD-yə də aiddir, DVD-yə də aiddir. CD-yə dediyim DVD-yə də aiddir. Birinci gəlir bizdə ROM-lar. ROM nədir? Biz kompüteri yaddaş qurğularda ki, ROM deyəndə dedik ki, read-only memory eyni şeydir. Zavodda istehsal olunan zaman məlumat yazılır. Sən artıq ona heç nə eləyə bilmirsən. Nə yazı yaza bilirsən, nə başqa dəyişik eləyə bilirsən. Ancaq oxumaq üçündür. Kompüterdə oradakı məlumatı ancaq almaq olur. Heç də yazdırmaq olmur. Aydındır? Sonra gəlir CD-error və yaxud da DVD-error. Bu readable sözündən götürülübdür. Bura nədir? Sən diski alanda disk boş olur. Adətən boş olur. Sən ora bir dənə məlumatı yazırsan, hər hansı bir məlumat və bundan sonra artıq ona heç nə yazdırmaq olmur. Ancaq oxumaq üçündür. Aydındır? Sonra var RV-lər. CD-RV, DVD-RV, readable and writable. Writable bir-iki W hərfindən yazılır. Write. Oxunan və yazılan. Bunları bir növ flash yaddaş kimi istifadə edə bilərik. Yəni, lazım olanda məlumatı yazırıq, lazım olanda silirik, təzdən yazırıq. Aydındır bu? CD ilə DVD-lərin fərqi nədir? CD-lər bizdə əsas fərqi yaddaş həcmindədir. CD-lərin yaddaş həcmi bizdə 700 MB olur. DVD-lərin yaddaş həcmi bizdə 4,7 GB olur. İlk baxışdan rəngdə də fərqi var.
CD-lər adətən gümüşü olur, DVD-lər bənövşəyi olur. DVD-nin də gümüşü olan olur, amma bu qızıl çaları olur və daha parlaq olur. Amma ilk gördüyümüz bizim DVD-lərin əksəriyyəti, yəni satışda gedib baxsanız gördüyünüz DVD-lərin əksəriyyəti bənövşəyi rəngdə olur. Üzərində də belə deyək, parıltı olur. Yəni göy quşağı kimi işıq düşdükcə parıltı əmələ gəlir. CD-lər isə boz rəngdə və yaxud da metalik rəngdə olur. Və burada mən bir şey də qeyd edeyim ki, yaddaşı dedim bir üzünə aiddir. Məsələn 4.7 GB bir üzüdür DVD-nin, 2 üzünü biz nəzərə alsaq, yəni iki tərəfli DVD disk olsa, biz həmin rəqəmi 2-yə vuracaq. Eləcə də, hə, 2-yə vuracaq, böləcək yox, vuracaq. CD-lərdə isə yenə də bir üzlü 700 MB, 200-lü onun 2 qatı eləyəcək. CD-DVD disklər, həmçinin FTD-lər, yəni floppy disklər kompüterdə oxunması üçün xüsusi qurğuya, sürücüyə ehtiyacları var. Bu bizdə disk sürəndir. Floppy disk üçün də özü disk sürəni var, floppy disk sürücüsü var. Bizdə diski qoşuruq və kompüter sürücünün köməyi ilə oxuyur. Belə bir şey var ki, bir də bunların CD və DVD disklərin bizdə sürəti var. Yəni ki, fırlanma sürəti, oxunub yazılma sürəti. Bu bizdə misli ilə götürülür. Nətəri? X-dan qeyd eləsək, məsəl üçün, əgər hər hansı bir qurğunun sürəti 32x kimi göstərilirsə, bu deməkdir ki, ilk qurğudan 32 dəfə sürətlidir. Aydındır? Yazılıb oxunması ilk qurğudan 32 dəfə sürətlidir. Bu bizdə CD RV-lərində 3 qiymətdən təyin olunur. Yazılma sürəti, oxunma sürəti və təkrar yazılma sürəti kimi göstərilir. Dediyim kimi mislinlə, yəni ilk qurğudan icad olunmuş, kəşf olunmuş, hazırlanmış ilk qurğudan neçə dəfə sürətli olduğundan göstərilir. Amma CD disklərdə, DVD disklərdə, floppy disklərdə fərqli olaraq bizdə sərt disklər birbaşa disk sürücüsünün içində quraşdırılır kompüterə. Yəni ki, bu qurğu bizdə disk sürücüsü sayılır. Disk ortadakı həmin bax bu metal hissə diskdir. Qurğunun özü disk sürücüsüdür. Birbaşa bir komplektə gəlirlər. Yəni dəyişdirilə bilmir. Amma DVD diski biz bilirik ki, çıxardıq başqasını taxmaq olar. Eləcə floppy disk birini çıxardıq başqasını taxmaq olar. Daha sonra bizdə gəlir flash yaddaş. Müasir texnikada ən çox istifadə olunan yaddaşlardan biridir. Nəyə görə? Müasir texnika deyildi, mən smartfon və planşetləri nəzərdə tuturam. Bunlar mobil cihazlar olduğuna görə, yəni daşına biləcəyi rahat olan cihazlar olduğuna görə bizdə özünə də uyğun kiçik ölçülü həcm baxımından yox, fiziki cəhətdən kiçik ölçülü yaddaş qurğularına ehtiyac var. Bu zaman bizdə SD kartlar, mikro SD-dir məsəl üçün nümunədə, SD kartlardır, flash kartlardır, bizdə geniş istifadə olunur. Məsəl üçün, smartfonlarda görmüş olarsınız, ən çox SD kartlar olur yaddaş qurğusu olaraq. Flash kartlar da bizdə fotoaparatlarda, video kameralarda və s. istifadə oluna bilər. Flash yaddaşlarda bizdə, belə deyək, kompüter arasında informasiya daşımaq üçün, informasiya saxlamaq üçün geniş yayılmış yaddaş qurğularından biridir. Aydındır? Sual var bura qədər? Nəyi başa düşmədiniz?